axşam saatlarında metroda növbəti bir hadisə baş verdi. Bəli, saat 20:20 radələrində 28 may stansiyasında sərnişin qatar yoluna düşüb və həyatını itirib. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, dərhal təmas relislərində yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və Nərimanov stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar da yaranıb. Təbibin mətbuat xidmətindən isə bildirilib ki, saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri 28 may metro stansiyasından çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin, kişi cinsindən olan şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.